Xoş gördük. Bu gün sizinlə birlikdə 3-cü sinif riyaziyyat iş dəftərindən səhifə 29-da olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və videomu bəyəndirirsə bəyənilməzsə basmağı unutmayın. Gəlin başlayaq. Artıq səhifə 29-a 9. Hər ifadənin qiymətinə bir hərf uyğundur. Cədvəldə ədədlərə uyğun hərflər yazmaqla sözləri oxu. Deməli, siz bunları belə alt-altaya da yaza bilərsiniz. Ancaq mən elə belə yazacağam. Yana doğru belə. Yəni alt-alta yazmayacağam. Sütun şəklində yox. Sütun şəklində yəni yazmayacağam da. Elə çünki çox uzun olacaq. Ancaq siz elə necə istəsəz elə yaza bilərsiniz. 620-ni 5-ə böləndə bərabərdir. 620-ni 5-ə böləndə olacaq 124. Deməli, A-ymış 124 hanı A. Sonra 528 böl. Bunu eləyək. 528 bölünsün 4. Bərabərdir. 528-i 4-ə böləndə eləyəcək 132. 132 hanı? 132 yazaq Ə. Ə yazdıq. 2 dənə Ə var ya. 2 dənə Ə. Çünki 132 də 2 dənədir. Aha, başqa yoxdur ki. Gərək artıq bir dənə də var. 132. Aha. Yazaq elə 528 böl 4 615 böl 615'i bölə 3'ə bərabərdir. 615'i 3'ə böldükdə qalacaq 205. 205. Bir dənə buradadır, başqa yoxdur. Hərflədim. M. Sonra 432 bölünsün 6 bərabərdir. 432-ni 6-ya böldükdə qalacaq 72. Aha, 72 yalnız bir dənə də ona görə də buraya yazacaq V. Yazacaq V. Məncə mərtəbə vahidi olacaq. Bilinir artıq. Neysə. Amma yəni hesablayaq da. 72 elədi. O birisi 816 böl 816 bölünsün 8 eləyəcək. 816 8-ə böldükdə 102. 102 bir dənədir. 4 zaten M, R, T, E, B, E, V, A, H, I, D, I oldu. 816'ı 8'e böldükdə sonra 423'ü 423'ü 3'e 423 3'e 100
140, 141, 141, 141 anı. Görürüz artıq belə oldu. Vahid olacaq da burada. Vahidi burada da mərtəbə. Sonra 432-nin 609-u. 609-u 7-yə böldükdə. 609-u 7-yə böldükdə olacaq. 609-u 7-yə bölmək üçün 609-u 7-yə böldükdə qalacaq 87. 87 buradadır. Gördünüz? 160'da 160'da iyiydi. Bu onda iyi olacak. 480'i bölsək 3'e 480'i 3'e böldükdə həqiqətən də 160 olur. 160 olacağını dedim də. Vahidi. Vahid oldu. Buralardan da R yazaq. Yazmayaq. Bəlkə başqa bir şey çıxacaq. Ona görə də yazmağa ehtiyac yoxdur. 765'i bölsək 9'a. Aha, 765'i 9'a böldükdə eləyəcək 300 yox 85. Bu oradan sarı qalıb. Buraya yazaq. Hesablayanda da yazaq ki 686 bölünsün 2 bərabərdir 343. Həqiqətən də elədir. Hesablamaq asandır. 6 2'ye 3, 8 2'ye 4, 6 2'ye yerə 3. Yəni belə də tərsilə getməli deyəsən, amma yenə də cavabı ala bilirik. Cavab mərtəbə vahididir. Bunları silək, keçək sonraki tapşırığa. 10. Elektrik çaydanı şirə çəkən maşından 3 dəfə ucuzdur. Lalənin atası bir elektrik çaydanı və bir şirə çəkən maşın alıb satıcıya 200 manat pul verdi. Satıcı ona neçə manat pul qaytarmalıdır? Biz eləməliyik 108-i 3-ə bölməliyik. Çünki baxın, bu yəqin ki nədir? Bu şirə çəkən deyəsən, buradakı şirə çəkəndir. Deməli bu 108 manatda da verildiyi üçün. Baxış deyən. Deməli 108-i 3-ə böləndə. Artıq belə yazıram mən usta. Yəqin ki bilirsiniz də. Ona görə də belə fərqli yazmaya ehtiyac yoxdur artıq. Çıx 9. İliyəcək neçə 18. 18 ona görə eləyirik ki, ondan 9 çıxdı da 1 qalır, 8 də bura gətiririk 18. Sonra isə burada 3'ümüzü yazırıq bura. Niyə də 3 yazırıq? 33 yazırıq. Çünki 18 3'ə bir dəqiqə.
Birinci biz aha anladım. 3 6 belə. Belə olmalıdır. 18'dən də 18'e çıxırıq. Eləyəcək 0 ortada. Bu elədir 0. Sonra isə 108'in üstünə gələcəyik. 108 üstə gəl. 108 üstə gəl. 36 36 36. Sevinçlər 36 eləyəcək. 108'in üstünə 36 eləyəcək 144. 1404. Olacaktı yok. Neyse. Sonra ise 200'den çıxacağıq. 200 bir dakika. 200 çıxılsın neçəni? 144'ü çünkü. Deyir ki satıcı ona neçə manat qaytarmalıdır. Tapdıq ki elektrik çaydanı 144 manatdır. O da verib bu pulu. Şirək çəkən maşın 36'dır. Sonra bunları da topluyoruz. Edir 144. Çünkü 2 dənə alıb bunlardan. Sonra isə bu elədi 40 144. 200'dən də 144'ü çıxmalıyıq, tapmalıyıq ki, satıcı nə qədər verməlidir. Yəni satıcıya da kömək eləyir də, eləyə bil. 56 manat. Cavabda da 56 manat. Siz manat yazın, mən manat yaza bilmirəm. Bəli. Baxın, belə yazım onda. Aha, 11 və 12 qaldı. Aha. Bölən 8'dir. Bölünən ən böyük 3 rəqəm mövcud ədəddən 129 vahid kiçikdir. Qismət neçəyə bərabərdir? Bölən 8'dir. Deməli 8'i böləcəyik də. Deyir ki, bölünən ən böyük 3 rəqəmli cüt ədəddir. Bölünən ən böyük 3 rəqəmli cüt ədəd nədir? 998. Ədəddən 129 vahid kiçikdir. Qismət neçəyə bərabər? Deməli biz birinci tapmalıyıq ki, bölünən neçədir? Bölünən nədir? Aha, bir dənə sual işarəsi qoyaq ki, bura bölünən nədir? Bölünən üstünə. Aha, sonra tapaq. Tapmaq üçün 998'də çıxacaq, 998'də çıxacaq, 129'unu eləyəcək, o da 869. Sonra isə 869'u böləcəyik, 869'u böləcəyik 8'ə, eləyəcək, 8'də 8'i çıxırıq. Bölündü 8 8'e bölünür. 1 8'e bölünür 8. Aha sonra 8'e 8'e çıxırıq 0. Sonra da oradakı gətirəcəyik 6'nı 6'ı 8'e bərabər verib bura bir də 0 yazacağıq. Sonra yazmayacağıq. Belə. 69'u da 8 eləyəcək. 8 18. Sonra da buradan çıxacaq 54'ünü. Yox, 64'ünü. 64'ünü eləyəcək 5. 5 qalıq deyə. Cavab da belə yazım da orada usta. Görməyəcək. Görə cavab. Cavab 18 qalıq. Belə eləyim dərə. Qalıq. Qalıq oldu 5'də.
Sonra Lale 152 Sabiri ise 96 stikeri var. Lale stikerleri 4 grupa böldü ve bir grupu Sabir'e bağışladı. Lale ve Sabir'in ayrı ayrılıkta neçə stikeri oldu. Ee, Deməli, sualda biz tapmalıyıq birinci. 4 qrupa bölübsə Lalənin. Eğer 152'de 4 grupa bölüb. Deməli biz tapmalıyıq ki, 152'yi 4 grupa bölüblər. Neçə olub? Nə qədər olub? 152 hələ belə yazıb daha asan olacaq. Bölünsün 4 eləyəcək 38. 38 oldu. Sonra da 96 üstü 38'i gələcək. 6 üstə gəl 38. 96 üstə gəl 38 eləyəcək 134. 134 sonra da 152'den 152'den çıxacaq 114'ünü eləyəcək. 152'den 114'ü niyə çıxaraq? 38'i çıxacaq. Eləyəcək 114. Belə beyindən hesabladım. Onu elə dedim. Ona görə də cavabda da olacaq. Cavab. Siz ama burada yazın da elə cavabı. Cavab sözü yazmayın. Ben sadece burada yazıram daha aydın görünsün biləsiniz. Bu Sabir. Cavab Sabir. Defs. Samir 134. Samir 134. Lale. Lale. Lale trep 114. Yani bu deməkdir 114 tane var. Belə dostlar, bugün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyiniz oldu. Əgər bəyəndinizsə videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik. Hələlik.